Birləşmiş Millətlər Təşkilatının yeni hesabatı dünyada aclıqla mübarizədə əldə olunan irəliləyişin hələ də kövrək olduğunu göstərir. Sənədə əsasən son illərdə qlobal aclıq səviyyəsində müəyyən azalma qeydə alınsa da, 2030-cu ilə qədər 500 milyondan çox insanın xroniki aclıqla üzləşəcəyi proqnozlaşdırılır. Ən ağır vəziyyətin isə Afrika qitəsində yaşanacağı bildirilir. Romada yerləşən Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondunun prezidenti Alvaro Lario bildirib ki, münaqişələr və enerji bazarlarındakı qeyri-sabitlik ərzaq təhlükəsizliyi üçün ciddi risk yaradır. Hesabat əslində ötən ilin sonunda yekunlaşdırılıb. Buna əsasən mövcud qeyri-müəyyənlik, həmçinin Hörmüz boğazının bağlanıb açılması halları davam edəcəyi təqdirdə, gələcəkdə daha 9-18 milyon insanın aclıq təhlükəsi ilə üzləşə biləcəyini müşahidə edə bilərik. Hələlik vəziyyət qeyri-müəyyən olduğu üçün konkret proqnoz vermək tezdir, lakin gübrələrə və cari əkin mövsümünə təsir artıq müşahidə olunub. Eyni zamanda enerji sahəsində də ciddi təsirlər hiss edilir. Nəzərə almaq lazımdır ki, bir çox kiçik təsərrüfat sahibləri həm suvarma, həm də məhsul yığımı işləri üçün dizel yanacağına ehtiyac duyurlar və bu amildə böyük təsirə malikdir. Sənədə əsasən, hazırda dünya əhalisinin təxminən 1/3 sağlam qidalanmanı təmin edə bilmir. Aşağı gəlirli ölkələrdə isə bu göstərici 77%-ə çatır. İqlim dəyişiklikləri də ərzaq təhlükəsizliyinə əlavə təhdid yaradır. Sel, uzun müddətli quraqlıq və ekstremal istilər kənd təsərrüfatı istehsalını çətinləşdirir. Alvaro Lario hökumətləri fəlakətlər baş verməzdən əvvəl dayanıqlı kənd təsərrüfatı və uyğunlaşdırma tədbirlərinə daha çox investisiya yatırmağa çağırıb. Hesabatda bildirilir ki, Afrika hazırda dünyanın ən həssas ərzaq təhlükəsizliyi bölgəsinə çevrilib. İlk dəfə olaraq qitədə ac insanların sayı Asiyanı geridə qoyub. Ekspertlər hesab edirlər ki, kənd təsərrüfatına, logistika və regional ticarət şəbəkələrinə investisiyaları artırılmasa, münaqişələr, enerji böhranı və iqlim dəyişiklikləri aclıqla mübarizədə əldə olunan nəticələri təhlükə altına sala bilər.